Günlərsində e-futbol liqində 4-cü klasman oyunları oynayacağıq. 4-cü klasman yenə başladıq və biz 3-cü klasmana çıxmağa çalışmalıyıq və əgər bu videoya 10 like gələrsə ikinci videoyu da çəkəcəyəm. İndi isə sizinlə 4-cü videodakı ilk oyunumuzu oynayırıq. Dostlar, belə videoların davamı üçün like atıb abunə olmaq və yorum yapmağı unutmayın. Biraz 4-cü bu çəkməm yazıq futbol kimi bilirsiniz. Təzə gəldi. Ona görə də ki, məsələn, güclü rəqib gördüyünüz kimi qabağımıza çıxa bilər. Onlarla oynamaq çətindir. Biz indi onları udmağa çalışacağıq. Kadromuz Beşiktaşdır. Sizə kadromu göstərirəm. Dostlar, mən bir dənə bağlantı tarzı kullanacağım. Robben Amorim açıqda oyun tarzı. Açıqda oyun tarzında orta zaman bir sol kontrol sakınaz və hücumcu kurnaz olmalıdır. Mən də onları elədim. Bir də ki, yorumlara əgər öz hesabınızda adınızı yazsanız, mən diğer videoda sizin hesabınızı incələyəcəyəm. O hesablarınızın necə olduğuna da puan verəcəyəm. Ancaq bunu eləməyimi istəyirsinizsə kadronuzu yorumlara yazsanız yaxşı olar. Hamısını incələyəcəm. İndi isə mən səsi düzəldəcəyəm ki, səs normal gəlsin dostlar. Bilirsiniz, futbolda arxadan səs çox gəlir. Səs düzənliyi, səs ikinci. Səsi mən anlatım səsini sıfırlamışam. Digər səsləri də az eləyəcəm ki, mənim səsim daha yaxşı eşitsinizsə. Bəli, 0-0'dır. Rəqibin komandası rəqib ərəbə oxşayır. İndi isə onunla oynayacaq. Sergio Aguero bombacı ücretsiz idi. İndi mən sizə hədəfim Lamine Yamal'la bir gol atmaq, Aguero ilə bir gol atmaqdır. Görək bu hədəflərimizi bu oyun yerinə gətirə biləcəyimi. Siz də mənə yorumlardan görəv verin. Mən də o biri hər videoda o görəvləri də eləməyə çalışacağam. Axırda onların neçəsini eləyə bildiyimizi və yaxud eləyəmədiyimi deyəcəm. Videoyu ötürmədən baxsa çox yaxşı olar. Rəqib çox təhkəl gəlmişdi. Özüm Azərbaycanlıyam, amma türk qardaşlarımız var, Azərbaycan qardaşlarımız baxdığına görə bəzən türk sözləri də istifadə edirəm. Mənim ən sevdiyim oyuncu komandada Mateş Cunhadır, zəif kartlardan. Güclü kartlardan isə Aguero'dur. Bu sizin kimlikdir və sizin ən sevdiyiniz kartlar nədir? Yəni, maraqlı gəlir. Sizdən söhbət edirəm deyə oyuna çox fikir verə bilmirəm. Oynamamı istədiyiniz oyunları yorumlara yazsanız yaxşı olar. Mən də onları oynayacağım. Amma gol yeyirik. Çox pis olur dostlar. 4-cü liqdə gol yedikcə söhbət eləyə oynamaq çox çətindir. Biraz oyuna verəcəm. Bəli, ikinci golda yeyirik. Çox pis oldu dostlar. Gələn oyunlarda çalışsam ki, yaxşı oynayıb və 3-cü liqə çıxaq. Rəqib biraz defansif oynayır.
Zəif oynayırıq dostlar. Çalışacağım ikincisi daha yaxşı oynayım. Dostlar hər şey 3-0-dan belə demək olar, 3-dən, 4-dən. Dostlar yaxşı gəlirik. Bunu vursaq və bəli 2-1 dostlar. Bu maçı qazana bilərik hələ də. 2-1 olursa. 0-dan comeback atabiləcəyimi görəcəyik. Hələ ki biraz gücdə də Cruyff falan var. Canlı yayınlar açmamı istəyirsinizsə bu videoya 50 like gəlməlidir. Yəni qabaq videolarda canlı yayın aça bilərəm. Corner, indi mən qısa başlayacağım corner, çünki hündür oyuncu yoxdur. Xəta. Deyək dostlar, indi isə İkisi qutarır 2-1, indi isə ikincisi ilə yenə sizlərlə bərabər olacağıq. Gördüyünüz kimi iki hissənin yıldızı, yəni ən yaxşı oyuncusu Fernando, onların defansı. Çünki defansda yaxşı oynayırlar. Oyuna kimləri sala bilərik? Bunlara baxaram. Messini salacağım, çünki Lamine Yamal biraz yorğun görsənir. Sondakı epizodu da qaçırtdım. Bəli, indi isə oyuna Lionel Messi gedir dostlar. Messi 2 kartdan biridir. Messi yoxsa Ronaldo. Hansısa yaxşı futbolçudur istəyirəm. Mən əslində ikisinə də saygım var. Çünki əslində mən heç birini tutmuram. Mən Neymarcıyam. Amma Ronaldo. Məncə Messi daha yaxşı futbolcudur, amma Ronaldo çalışqandır. Ronaldo daha çox çalışır, yəni Messi də yetenəklidir. Topu ondan çıxartmasına çalışdım ki, indi görürsünüz aşağıda müdafiə ilə oynamaya çalışdım. Mən də oyuna başqa oyuncular salacağım. Bastım. Oyuna Luis Diaz və Van Basten'i saldım. Mən təkcə futbol videoları çəkmirəm, hətta başqa videolar da var. Amma istədiyiniz o oyunları yazın ki, mən də çox yorum yazmamışam. Çünki nə çəkəcəyimi bilmirəm, ona görə sizdən kömək almağa çalışıram. İsə Van Basten yaxşı kart deyil, köhnə etdi. Kaleci çox qəşəng qurtardı. Garcia. Artıq bir hücumla oynamaq istəyirəm, çünki artıq oyunun qurtarmasına az qalıb. Messi sürəti çox aşağı deyil dostlar. Amma top qazandıq. Rəqib bilə ki, oyun uzansın. Biz hücum eləyə bilməyək. Baxın, gördüyünüz kimi gözləyir ki, ancaq biz gələk və elə pas versin. Mən elə rəqibləri çox xoş tutamıram, hətta zəhləm gedir. Demək olar.
Hayda dostlar, o pas geçsəydi qalib gələ bilərdik. Uzun videolar istəyirsiniz, onun üçün də abunə olub like atmağı unutmayın. Axırda pas verməsəydik çox yaxşı olardı. Pas geçdi dostlar, bəli. 86-cı dəqiqə. Van Bastenə çox pis verdik. Top geri aldıq. Agüero top keçmir. Neyse, Van Bommel, Gerrard, Bommel, Diaz. Və top keçdi dostlar. Son dəqiqə Agüero nəyi qaçırdı? 90+1-də dostlar, və artıq məğlub olduq. Deyim olar ki, biraz mən də pis vurdum. Çox pis oldu. Yəni 2-2 eləməyə bilərdik. Oyun qurtarır dostlar. Gələn videolar üçün 10 like atmağı unutmayın. Sağ olun, salamat qalın.